Herkese salam, kanalıma hoş gəlmisiniz. Qaxa getməyə hazırlaşıram, gəlin birlikdə hazırlaşaq. Bunun içi kifayət qədər genişdir. Tək mənfi cəhəti burada ayran hissələrinin olmamasıdır. Üzrə bir kvadrat bir yastıqdır. Çünki bunlarda hər ehtimal qoyuram. Evi falan təmizləmək üçün belə bir dəstə almışdım, bunu götürürəm. Evdə geyməyə belə şortik koftadır. Bu dəstə defaktodan almışdım. Şortiki də qəşəng uzundur, baxın. Material da qəşəngdir. Qəşəng bir yerə geçsək, fotosesiya etməliyik belə bir ətər. Onun üstüne de şeyimden aldığım belə bir korse. Təbii ki, kəlaqaysız olmaz. Həsər çantamızı da unutmuruq. Yine Zara'dan aldığım belə bir cins var. Bunu da götürürüm. Bunun ətəyi trapez kimi gəlir. Belə donu var, midi dondu. Rəngi narıncı ilə qırmızı arası bir şeydir. Belə upuzundur. Bunu da götürürük. Birdən hava soğuk olarsa deyə belə bir uzun qol sarıçka götürürüm. Bayaq kimi yenə uzun midi ipli bir don var. Bundan öncədən almışdım və alt tişört bunları da götürürük. Şunlar üçün bunları götürürəm. Maye sabun. Makyaj üçün çox şey götürməyəcəm dostlar. Şübhəli, bu hələ mənim azımdır. Deməli, belə bir makyaj çantam var. Yevroşerdən aldığım setin üstündə idi, içində qəpik çıxdı. Bura çox genişdir, çox məhsul tutur deyə bunu hər yerə gedəndə götürürəm. Görürsünüz artıq kirlənib yazıq. Deməli, nə götürəcəm? Mən yayda tanani çox da istifadə eləməyi sevmirəm, amma hər ehtimal Mişanın bu tananisi var, bunu götürəcəm. Mənim kimi əsmər rəngli dəriniz varsa 23 nömrə tam sizə uyğundur və üzdə oturucu superdir. Yəni topalanmır, çox süni görüntü yaratmır. Bunu çox bəyənərək istifadə edirəm. SPF tərkiblidir. Amma mən gündəlik həyatda adətən bu arzumdan aldığım günəş kremidir, günəş losyonu, daha doğrusu maye haldadır. Biraz daha rengi bərabərləşdirmək funksiyasını eləyir. Bununla bu Sephora'dan aldığım maye bronzerdir. Bu ikisini qarışdırıram, üzümə tətbiq edirəm. Çox qəşəng effekt olur. Həm də yayda zakar alandan sonra dərinin rəngi ilə, yəni bədənin rəngi ilə uyğunlaşır üzün rəngi. Daha sonra Misha'dan belə highlighterım var. Ümumiyyətlə mən yayda maye məhsulları daha çox sevirəm. Bunu götürürəm. Belə maye bronzerdir. Bunu da Sephora'dan almışdım. Və Narsların kiçik bronzerim var. Bunu götürəcəm. Yine Sephora'dan rumyanım var. Bunu da götürürəm. Şaftalı rəngindədir. Bunu da rəngi göstərim belə. Bir də səyahət boyu ölçüsündə yağ texnikim ancaq 2 fırsasını götürəcəm. Ümumiyyətlə yağ texnikim fırsaları çox yaxşı olur. Bu hissəsi dəmir olduğu üçün pastamır yuvanda və tükləri də çıxmır, belə görürsünüz. Bir də Kiko'dan belə bir pomada deyil, bu renk verən balzam kimi effekti var. Dodaq balmı gedrəsində həm rəng verir, amma tam pomada sayılmır. Rengi də çox qəşəngdir bu rengin. Bunu hər konturla demək olar ki, qəşəng kombo eləmək olur. Bir də mən adətən pomada blisk yerinə bu balzamları vururam. Bunu da çox bəyənirəm. Şaftalıdır, iyi də çox şirindir. Dodaq karandaşlarımdan da bunlar var. 2 dodaq karandaşım məncə mənə bəsdir. Bu Golden Rose'dan da gül qurusu, bu isə qəhvəyi rəngdir. Bu Max Factor'ındır. Bu 20-020 Warm Brown gedir. Rəngi çox qəşəng. Bir də Kiko'dan belə tuşum var. Bunu götürəcəm. Ümumiyyətlə bunun uzatma effekti çox qəşəngdir. Bu da naborun içindədir. Qaş geli şəklindən olan bu qaş gelidir. Ümumiyyətlə çox qəşəngdir. Qəşəng saxlayır gün boyu və ağ topalanma eləmir. Arzumdan aldığım bu ağ göz qələmidir. Bu da Miss Tyson'dir. Mən ümumiyyətlə gözümə ağ qələm istifadə edirəm və hər ehtimal belə Eda Taşpınar'ın günəş losyonunu bunu da götürəcəm və arzumdan aldığım belə bir günəş kremi var. Stik formadadır. Bu da qəşəngdir. Üzümə bunu tətbiq edirəm. Bədən üçünsə bunu götürəcəm hər ehtimal və tint. Şimdilərdən bilmirəm hansını götürürəm. Bunu Sinoz'dan almışam. Çox qəşəngdir. Həm yağlıdır, həm də parlaqlığı çox qəşəngdir. Bu da bir Beauty'nindir. Bunu da çox bəyənirəm. İyi də qəşəngdir. Amma bu ölçüsünə görə biraz böyükdür deyə çox ehtimal bu Sinoz'unkini götürəcəm. Parfüm olaraq sadəcə bu Rugia'nı götürəcəm. Bunu Dubaydan almışdım. Ətri şirindir. Yəni tam belə baş ağrıdan şirin deyil. Amma şirinimsə bir qoxusu var. Yəni çox tünd deyil. Bunu sadəcə götürəcəm. Makyaj silmək üçün bu Zip'in zafətlərindən götürəcəm. Nəmləndirici olaraqsa Klinikin bu nəmləndiricisini götürəcəm. Məndə bir də bu var L'Oreal'ın nem terapisi. Bunu çox bəyənirdim, sevərək istifadə edirdim, amma çox az qalıb. Bunu güclə çıxarıram, ona görə bu qalıb. Bunu götürürəm yenini. Klinik məhsulları da çox qəşəng olur. Saçım üçün bunlardan birini götürəcəm. Bunu Olivia'dan almışam, yenidir. Bunu da Trendyol. Nəhayət dostlar, hazırlaşıb yola düşdük. O gördüyünüz çamadansa mənim götürdüklərimin bəlkə də yarısıydı. Mənim özümdən asılı olmadığım belə bir vərdişim var ki, harasa rayona və yaxud da başqa bir yerə istirahətə gedirəmsə dəhşət çox paltar götürürəm. Bunun da olar, birdən lazım olar, ehtiyac olar deyərəkdən demək olar ki, hər şeyi az qala yığıb götürürəm. Bu xasiyyətimi necə dəyişim, onu da bilmirəm. Nəhayət dostlar, gəlib evimizə çatdıq, amma yol çox uzun idi. 5 saatdan çox yol gəldik və mən yolda dəhşət çox yoruldum, sıxıldım. Amma gəlib burada mənzərəni görəndə düşündüm ki, dəyərmiş. Gördüyünüz kimi evimizin hər tərəfi dağ mənzərəsindədir və bu mənim dəhşət çox xoşuma gəlir. Yəni belə yerdə mən aylarla qala bilərəm. Həyətimizdə isə çoxlu fındıq ağacları vardı və indi fındığın sezonu olduğu üçün mən daha da xoşbəxt oldum.
Təsəvvür edin, hər dəfə pəncərəni açanda belə gözəl mənzərə ilə qarşılaşırsınız. Bu gözəl mənzərəyə qarşı qəşəng pürrəngi çay içmək lazımdır deyib çayımı da süzdüm, qəşəng başladım içməyə. Kəndə gəlib közdə pomidor yumurta hazırlamamaq məncə günah olar. Ona görə də hər şeyimi hazırlayıb düşdüm həyətin canına ki, ocaq qalayım. Ocağı da bir dənə zülümlə qaladım ki, az qaldı həyət yansın. Biraz həyəti, biraz soğanları yandıra axırda pomidor yumurtanı hazır elədim. Fikirləşdim ki, sonra da qəşəng isti təndir çörəyi ilə bu mənzərəyə doğru pomidor yumurtanı yemək olar. Amma qarışqalar imkan vermədi. Yeməyi hazırlamaq, yemək çox qəşəngdir qızlar, amma sonra bu qabları yumaq zülümdür. Təbii ki, məndən başqa eləyən olmayacaq deyib qollarımı çırmaladım, başladım qablarımı yumağa. Həmişə olduğu kimi bu dəfə də nəyisə yadımdan çıxıb şəhərdə qoymalıydım. Bu dəfə də əsas məsələ tripodumu evdə unutmuşdum. Mən də özümdən fokus göstərib stullardan tripod hazırladım ki, bu vacib məqamı qabları yumağımı sizin üçün çəkə bilim. Bu stullardan düzəltdiyim tripodun üstünə telefonumu yerləşdirdim və telefon düşsəydi gördüyünüz o suyun tam içinə düşəcəkdi, amma mən bunu sizlər üçün gözə aldım. Ona görə də çox xahiş edirəm, videonu axıra qədər izləyib like etməyi və əgər hələ də abunə deyilsinizsə kanalıma abunə olmağı unutmayın. Bu arada dostlar, mən tətildə və yaxud da istirahətdə olarkən qətiyyən diyeta və yaxud da kökəlmək dərdi çəkmirəm. Ürəyim nə istəyirsə onu yeyirəm, içirəm. Yəni fikirləşmirəm ki, bunu yesəm mən kökələcəm və yaxud da nəsə. Tətildə isə tətilin dadını çıxartmaq lazımdır. Tətilin dadını çıxarmaq demişkən düşdüm evin canına, qəşəngcə təmizlik elədim, amma tripodum olmadığı üçün təbii ki, yenə də çəkə bilmədim. Bu hava təravətlendiricisinin də o qədər gözəl qoxusu var idi ki, aşiq oldum ona da. Bilmirəm videodan aydın görünür yoxsa yox, orada böyük dükanlar var. Mən şəhərə gələnə kimi gözlədim onlar yetişsin, mən onlardan yeyim, amma onlar əsla yetişmədilər. Nəysə, durduq, hazırlaşdıq. Qaxın məşhur marketi olan payız 74-də üz tutduq. Bu marketdə qiymətlər şəhərdəki ilə demək olar ki, eynidir. Yəni, belə çox şişirdilmiş qiymətlər yoxdur və demək olar ki, istənilən hər şeyi tapmaq olur burada. Evimiz üçün lazım olan ərzaqların bir qismini aldıqdan sonra yenidən yollandıq evə. Deməli, burada isə sizə aldığımız şeyləri göstərirəm. Axırda su, sok, daha sonra pomidor aldıq. Xiyarı düzü bəyənmədik oradakı xiyarı, ona görə xiyar götürə bilmədik. Daha sonra meyvələr də qiyməti münasib idi. Şaftalı aldıq, amma qəşəng şaftalı idi. Üzüm isə dostlar şəhərdəkindən daha ucuz idi burada. Bu maraqlı məqamı da sizə demək istədim. Bu payız 74 Qaxın ən məşhur marketlərindən biridir. 4-5 filialı var səhv etmirəmsə və kifayət qədər böyükdür. İçərisində demək olar ki, istənilən hər şeyi rahatlıqla tapmaq olur. Bir də dostlar, mən abur-cubur almışdım şəhərdən. Burada long chipslərin lülə kabab deyilir, nə deyilir bilmirəm. Elə bir çeşidi vardı. Bir də barbekü soslu. İkisini də bəyənmədim. Barbekü soslu olan yenə biraz normal idi. Digərini isə heç bəyənmədim. Yəni tövsiyə etmirəm. Bir də sizə göstərməyi unutdum. Həyətimizdə belə güllər var idi. Rəngi narıncı ilə qırmızının arasıdır. Çox gözəl görünürdü. Yenə də gəldim həyətdəki bu məni xoşbəxt edən fındıq ağaclarının yanına. Hər dəfə ağacın üstündəki fındıqları gördükcə adamın lap ürəyi açılır. Bir xeyli fındıq yığdım gördüyünüz kimi. Bunları sərdim ki, qəşəngcə qurusun, şəhərə gətirim. Sonra bir qismini isə qırdım, amma çox az çıxdı. Baxın bu qədər. Mən Qaxın havasını, suyunu, mənzərəsini, hər şeyini bir sözlə dəhşət çox bəyəndim sözün əsl mənasında. Sadəcə burada Wi-Fi-miz olmadığı üçün və gediləsi bütün yerlərə getdiyimiz üçün son günlər artıq biraz sıxılmağa başladıq. Həm də artıq güclü yağışlar yağmaya başladığı üçün dedik yığışaq qayıdaq şəhərə, yoxsa biz buradan doyan deyilik. Videomu bəyənib məni izləməyi unutmayın. Hələlik.